Salam, ələ vaxtınız xeyir olsun. Hazırda ansambl modelinin yenilənmiş məlumatlarını tədbirlərlə tanış oluruq. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi iyul ayının 27-ci və 28-də Bakı, Abşeron ərazisində və ətraf qəsəbələrdə şiddətli şimal şölünün əsməsi gözlənilir. Şimal şöllərinin ən pik, ən güclü həddi 27 iyul gün ərzində və 27 iyuldan 28 iyula keçən gecə saatlarında gözlənilir. Bakıda havanın temperaturu xəzri şölələrin təsiri ilə 27 iyulda ötən günlərlə müqayisədə hiss edilən temperatur 7-10 dərəcə azalacaq. Termometrdə göstərici isə 3-6 dərəcəyə temperaturun azalması gözlənilir. Yəni əsas bu küləyin təsirində hiss edilən bürkülü hava şəraiti iyul ayının 27-sində Bakıda artıq bir xeyli zəifləyəcək, bürkülü təsir, istilik dalğası zəifləyəcək. İyul ayının 29-da havanın temperaturunun yenidən yüksəlməsi olsa da bu 40 dərəcəyə yaxın olmayacaq, 33-35 dərəcə arasında olacaq. Eyni zamanda iyul ayının 30 və 31-də havanın temperaturunun yenidən azalması potensialı var. Və baxın, burada açıq aydın göstərilib ki, avqust ayının 8-9-una qədər havanın temperaturunun 35-40 dərəcədən yuxarı qalxması potensialı Bakı ərazisində zəif bir ehtimaldır. Qeyri-sabitlik avqust ayının 1-ci 10 günündə arta bilər. Bu barədə daha ətraflı yenilənmiş modellərin tədbirləri əsasında kanalda yeni video məlumatları yayınlanacaq. Avropanın İCMWF, Avropanın Orta Mənzilli Hava Tələqatları Mərkəzinin superkomputer və ansambl modellərinin birləşdirilmiş məlumatların tədbirlərinə əsasən iyul ayının son günləri və avqust ayında Avropa arasında gözlənilən siklon və antiklonların ümumi tendensiyası, baxın burada orta troposferdəki antiklon siklonların gedişi və 1450 metr yüksəlişdəki temperatur gedişi haqqında məlumatlara baxırıq. Hazırda Avropanın şərqində, Türkiyə ərazisində müşahidə edilən qeyri-sabit dalğanın iyul ayının 27-sində artıq Azərbaycan arasında daxil olması nəticəsində iyul ayının 27-28-sində Bakıda güclü şimal şölləri əsdi. Ən çox da küləyin pik həddi 27 iyul, gün ərzində 27 iyuldan 28 iyula keçən gecə gözlənilib. Bakıda kifayət qədər ciddi bir külək nəticəsində fəsadların yaranması potensialı iyul ayının 27-sində pik həddə çatacaq. Növbəti proses, baxın, burada gördüyünüz kimi iyul ayının 28-də Azərbaycan ərazisi antisiklon sistemi ilə ekstratropik siklon sisteminin cəhvə zonasında yerləşəcək. Bu da deməli hava şəraitindəki dəyişiklik risklərini bir xeyli artıra bilər və növbəti dalğa, baxın, burada açıq aydın göstərilib ki, iyul ayının 29-u, baxın, burada Azərbaycan ərazisində Qafqazın cənubunda hava temperaturu artsa da, deməli, Şərqi Avropa, Qaradənizin şimalı Ukraynada, Qərbi Rusiyada, Şimali Qafqazdan növbəti ekstratropik siklon sisteminin keçməsi nəticəsində iyul ayının 30-u və 31-də baxın, bu sistem daha da güclənəcək və genişlənəcək. Bu da Şimali Qafqazdakı sərin hava axınlarının Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz, Cəlilabad, Astrada qısa müddətli lokal xarakterli dağ kəndlərində leysan, ildırım, dolu prosesləri olacaq. Bakıda da iyul ayının deməli küləkli günlərin sayı iyul ayının son günlərində artacaq. Birinci külək dalğası iyul ayının 27-ci və 28-də Bakıda şiddətli şimal şölləri gözlənilir. Bu narıncı xəbərdarlığa uyğun şimal şölləri əsəcək. İyul ayının 30-u və 31-də Bakıda yenidən şimal şöllərinin əsməsi, sarı və qismən narıncı xəbərdarlığa uyğun bir küləkli hava şəraiti gözlənilir. Avqust ayının, baxın, burada iyul ayının 31 və avqust ayının ilk günlərinə doğru bu sistemin təsirləri hələ də Qafqazın cənubuna doğru qeyri-sabitlik daşıyacaq. Deməli, avqust ayının ilk günlərində Bakıda potensial olaraq bir şimal şöllərinin tez əsməsi potensialı var. Deməli, bu o deməkdir ki, Bakıda bir uzun müddətli istilik dalğası avqust ayının 1-ci 10 günlüyündə bu ehtimallar zəifdir. Avqust ayının, baxın, 1-ci 10 günlüyü, 1-ci həftəsindən artıq 2-ci həftəsinə keçid vaxtlarında, baxın, burada Avropanın cənubundan mərkəzi hissələrinə doğru yayılan bir antisiklon sistemi, amma bu antisiklonun deməli sağ qolu və şimaldakı ekstratropik siklon sistemi gətirdiyi sərin hava dalğaları, baxın, Qafqazda yenidən qeyri-sabit hava şəraitinə səbəb olacaq. Bu da yəni avqust ayında qeyri-sabitin artması deməkdir. Amma burada modellər hələ tam oturmayıb. Bunun səbəbi isə budur ki, iyul ayının 27-sindəki güclü şimal şöllərindən sonra modellər tam oturacaq və artıq bu ansambl modelləri, İCMWF-in superkomputer modelləri artıq avqust ayının 1-ci 10 günlüyündəki qeyri-sabitliyi daha dəqiq göstərməyə başlayacaq. Bu barədə yenilənmiş məlumatları kanalda yayınlanacaq. İyul ayının 26-sından 27-sinə keçən gecədən başlayaraq
deməli, Şimali Qafqazdakı sərin hava dalğalarının böyük bir sürətlə Abşeron doğru yayılması gözlənilir. Çünki Xəzər dənizi ərazisindən bir siklon sistemi, ekstratropik siklon sistemi keçəcək. Baxın, bu sistemin sol qolu, diqqətlə baxanda biz görürük ki, Alman modeli daha dəqiq göstərir ki, sistemin sol qolu ilə gələn sərin hava axınları Malaçqaladan, Dağıstandan böyük bir sürətlə, yəni güclü, şiddətli xəzri küləklə müşahidə ediləcək. İyul ayının 27-sində Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində şimal küləklərində, xəzri küləklərin ani maksimal sürəti saatda 100 km-dir. Küləyin həmləsi 100 km keçəcək. Bu da kifayət qədər ciddi bir külək deməkdir. Artıq narıncı xəbərdarlığa uyğun Bakıda, Abşeron, Sumqayıt və ətraf qəsəbələrində narıncı xəbərdarlığa uyğun külək sizə iyul ayının 27-sində və bu proses 27 iyuldan 28 iyula keçən gecə pik həddə çatacaq. 28 iyul tarixində isə bu prosesin artıq zəifləməsi, yəni küləklərin sürətinin azalması gözlənir. Xəzər dənizində, açıq dənizdə iyul ayının 27-si və 28-də qırmızı xəbərdarlığa uyğun şiddətli şimal küləkləri əsəcək. İyul ayının 29-da şimal küləkləri zəifləyəcək, amma və lakin iyul ayının 29-u axşam 30-da və iyul ayının 31-də baxın yenidən burada bir şimal küləkləri iyul ayının 30-31-də Bakıda yenidən sarı və narıncı xəbərdarlığa uyğun şimal küləklərinin əsməsi gözlənilir. Deməli, bu da bir daha bunu göstərir ki, Abşeronda hazırki, yəni iyul ayının 25-26-sında müşahidə edilən istilik dalğasının ən pik hissəsi iyul ayının ötən dövründə qalacaq. İyul ayının son günlərində və avqust ayının birinci 10 günlüyündə isə havanın artıq daha, yəni 35-40 dərəcə qədər istiliyin baş verməsi potensialı zəifdir. Yəni 30-35 dərəcə civarında bir istilik olacaq və bu şimal küləklərinin əsdiyi günlərdə isə Abşeronda bu proses artıq temperaturun 30 dərəcədən aşağı enməsi səbəb olacaq. İyul ayının 27-sində baxın, orta atmosferdəki proseslər göstərilir. Azərbaycanın cənubunda bir antisiklon sistemi, eyni zamanda baxın, burada Avropadan gələn sərin hava dalğaları ilə antisiklonla sərin hava axınlarının, ekstratropik siklon sisteminin sol qolu ilə antisiklon sisteminin cəbhə zonasında Azərbaycan arası yerləşdiyi üçün baxın, Azərbaycanda qeyri-sabitli iyul ayının 27-si və 28-sində Böyük Qafqaz, Kiçik Qafqaz, Gəncə, Qazax, Naxçıvan, Cəlilabad, Asarda, yəni Dağlıq kəndlərdə iyul ayının 27-si və 28-sində potensial qısa müddətdə 7-10-15 km radiusda Şimşək, Leysan dolu potensialı var. Bakıda isə bu proses şiddətli şimal küləklərlə müşahidə ediləcək. Eyni zamanda ola bilsin ki, Bakıda da iyul ayının 27-si və 28-sində havada buludluq arta bilər. Bu barədə birbaşa PEC məlumatlarının təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Bu sistemin parametrlərinə əsasən iyul ayının 30-u və 31-də də baxın, burada şimaldan keçən bu sərin, baxın, burada əməli baş göstərilib, ekstratropik siklon sisteminin yenə də Qafqaza müdaxiləsi, yəni bu sistemin təsiri ilə Qafqazda iyul ayının 30-u və 31-də də Bakıda yenidən şimal küləklərinin əsməsi potensialı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Kopernik İqlim Tədqiqatları Mərkəzi, Avropanın İlçiyan Davleyev, Avropanın İqlim Tədqiqatları Mərkəzinin birgə yayınladığı model təhlillərinə əsasən baxın, iyul ayının 27-sindən avqust ayının 2-sinə qədər deməli, baxın, Qərbi Avropada, Mərkəzi və Cənubi Avropada istilik dalğası gözlənilir. Türkiyədə, Ukraynanın şərqində, Rusiyanın qərb hissəsində Şimali Qafqazda bir sərin hava axınlarının təsiri ilə baxın, burada açıq-aydın göstərilib ki, Abşeronda da bir şimal küləklərinin təsiri ilə hava şəraitinin nisbətən sərinləşməsi potensialı var. Deməli, burada baxın, avqust ayının 3-dən 9-una qədər yenə də Qərbi və Mərkəzi Avropada geniş bir antisiklon sisteminin təsiri ilə avqust ayının 3-dən 9-una qədər Qərbi və Mərkəzi Avropada istilik dalğası gözləniləndi. Və təbii ki, fizikanın qanunlarına uyğun olaraq əgər Qərbi və Mərkəzi Avropada antisiklon sistemi aktiv olursa, təbii ki, Avropanın şərqində baxın, burada bir sərin dalğa gözlənilir və bu təbii ki, Azərbaycanda baxın, istilik dalğası olmayacaq, daha çox sərinləşmə potensialı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Avqust ayının 10-dan 19-una qədər də yenə də Avropanın Qərbi və Mərkəzi Cənubi rayonlarında istilik dalğası, antisiklonik bloklanma gözlənilir. Amma Qafqazın cənubu, Azərbaycanda baxın, burada bir sərin hava axınları gözlənilir. Baxın, burada sərin hava axınlarının Qərbi Rusiyadan Qafqaza doğru müdaxiləsində bir xeyli artım potensialı var. Yağıntı anomaliyasına baxanda isə
yanıtlar haqqında deməli ciddi bir siqnal hələ ki yoxdur. Avqust ayı ərzində bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Amerikanın NOAA milli qurumu var. Deməli, Milli Okean və Atmosfer Departamenti. NOAA-nın Amerikanın GPS model seriyası avqust ayının birinci 10 günündə baxın burada orta troposferdə bir siklon və ekstratropik siklon sisteminin fəaliyyəti siqnallarını göstərir. İndidən, yəni Qazaxıstanda bir mövsümdən kənar bir sərinləşmə olacaq və bu Şimali Qafqazdan, Xəzər dənizinin şimalından Qafqazın cənubuna doğru bir sərin hava axınlarının yayılması nəticələnə bilər. Deməli, avqust ayının birinci 10 günündə potensial bir dəyişiklik ehtimalları var. Avropanın ECMWF superkompüter modeli, baxın burada iyul ayının son günləri və avqust ayının birinci həftəsindən keçid olan dövründə Xəzər dənizi şimalında bir ekstratropik tipli sərin hava dalğasının formalaşması potensialını göstərir. Bu sistemin sol qolu ilə sərin havanın Şimali Qafqazın, Cənubi Qafqaz, Azərbaycan arasında doğru yayılması potensialı var. Deməli, Amerikanın NOAA qurumu, Milli Okean və Atmosfer Departamentinin GPS versiya 2 modeli deməli 2026-cı ilin oktyabr ayındakı orta troposferdəki anomaliyalarını göstərir və digər modellərə baxaraq orta prosesi mən göstərirəm. Bu GPS modeli göstərir ki, oktyabr ayında, 2026-cı ilin oktyabr ayında baxın, əməlli başlı Azərbaycandan şimalda bir antisiklon fəaliyyəti gözlənir. Yəni bu orta troposferdə atmosfer təzyiqinin tez yüksəlib azalması deməkdir. Orada antisiklon bloklanması olanda təbii ki, bu Azərbaycanda, baxın, burada isə cənubda atmosfer təzyiqi azalacaq. Deməli, bu bir potensial cənub siklonlarının Qafqazın cənubuna müdaxiləsi 2026-cı ilin oktyabrında artacaq və şimaldakı bloklanma da təbii ki, Azərbaycana ciddi bir təsir edə bilər. Eyni zamanda Amerikan NOAA qurumunun GPS versiya 2 modeli yenə orta troposferdə 2026-cı ilin noyabr ayındakı prosesi göstərir. Baxın, burada deməli Avropanın şərqi hissəsində, Qara dənizin şimalında bir soyuq ekstratropik siklon sistemlərinin baxın, yenə də Qafqaza tez-tez müdaxiləsi potensialı var. Bu da noyabr ayının da qeyri-sabit keçməsi anlamına gəlir və baxın, burada noyabr ayında hətta Sibir antisiklonunun da geniş əraziyə yayılması siqnallarını indidən biz görürük. Və dekabr təhlilləri isə, model təhlilləri isə bunu göstərir ki, 2026-cı ilin baxın, dekabr ayında yenə də Qafqazın şimalında, Xəzər dənizinin şimal hissəsində bir ekstratropik tipli soyuq hava axınlarının ərazidə uzun müddət qalması, tez-tez hava şərtinin dəyişilməsi və bu soyuqların da Qafqazın cənubi Azərbaycan arasında müdaxiləsi arta bilər. 2027-ci ilin baxın, yanvar ayında da yenə də baxın, Xəzər dənizinin şimal hissəsində bir ciddi bir ekstratropik tipli siklon sisteminin aktiv inkişafı potensialı var. Deməli, bu proseslər artıq ciddi hava dəyişikliyindən xəbər verir. ECMWF-in orta troposferdəki siklon və antiklonların tendensiyası iyul ayının son günlərində, baxın burada iyul ayının son günlərində yenə də Xəzər dənizi şimalında bir atmosfer təzyiqində azalma orta troposferdə siqnallarını verir. Burada sərin hava axınlarının Qafqazın cənubi Azərbaycan arasında doğru müdaxiləsi ehtimallarını artırır. ECMWF-in orta troposferdəki proseslərin anomaliyası haqqında baxın, burada avqust ayının 4-ü ərzində, birinci həftəsi ərzində baxın, atmosfer təzyiqi Azərbaycan ərazisində azalmağa başlayacaq, ətraf ərazilərdə isə atmosfer təzyiqi artmağa başlayacaq. Deməli, burada bir potensial bir ekstratropik siklon sisteminin aktiv inkişafını göstərir. Yəni, Azərbaycan arasında avqust ayının birinci 10 günlüyündə Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Gəncə, Qazax, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yarımlı, Yeniş, Dağlıq, Şirvanda vaxtına əvvəl bir erkən payız yağışlarının başlaması potensialı var. Bu barədə mən daha danışacağım. Ümumilikdə isə
ümumilikdə isə deməli bu proses haqqında mən danışım. Deməli ümumi tendensiya belədir. İyul ayının 27-si və 28-sində Bakıda şiddətli şimal küləkləri, əsəcək hava şəraiti nisbətən sərin olacaq. İyul ayının 30-31-də yenidən Bakıda şimal küləkləri əsəcək. Avqust ayının 1-ci 10 günündə Bakıda şimal küləklərinin tez əsməsi nəticəsində havanın temperaturunun 40 dərəcə qədər yüksəlməsi ehtimalları zəifdir. 30-35 dərəcə ətrafında istilik gözlənilir və şimal küləklərinin əsdiyi günlərdə temperatur 30 dərəcədən aşağı enə bilər Bakıda. 2026-cı ilin oktyabr, noyabr aylarında və dekabr ayında Qafqaz ərazisi şimaldakı bloklanma edən cənub siklonlarının əhatəsi təsiri altında qalacaq. Xüsusilə də 2026-cı ilin oktyabrında Şimali Qafqazın şimalında, yəni Rusiyanın qərbində antisiklon bloklanmaları daha tez aktiv olacaq. Cənub siklonlarının Azərbaycan arasında olan müdaxiləsi nəticəsində bu şimaldakı antisiklon sistemi imkan verməyəcək ki, bu cənub siklonu tez keçib geçsin, uzun müddət Xəzər ərazisində qala bilər. Burada bor yağıntıları nəticələnəcək. 2026-cı ilin noyabr-dekabr ayları bir qədər daha qeyri-sabit və soyuq keçə bilər. 2027-ci ilin yanvar ayında isə əməli başlı burada baxın, ciddi bir soyuma siqnalları biz almağa başlamışıq. Bu modellər indidən bu siqnalları verir təbii ki, amma yenilənmiş məlumat təlləri əsasında deməli həm ansambl modellərinin son dəlilləri, Amerikanın Noir qrupunun CFS versiya 2 mövsümlük modelləri, İSAMW superkompüter modelləri, bunların hamısı haqqında qısa metrajlı və uzun metrajlı videolar kanalda yayınlanacaq və bu proseslər yaxın günlərdə necə dəyişəcək və payız dövründə hansı proseslər baş verə bilər, 2026-nın dekabr, 2027-ci ilin yanvar ayında Azərbaycanda hansı proseslər baş verə bilər, mən bunun haqqında danışmışam və yenidən mövsümlük modellər yeniləndikcə bu barədə daha ətraflı danışacağım. Bugünlük bu qədər. Sağ olun, salamat.